Əsmər Nadirova. Bu günləri 24 may tarix fənnindən ikinci qruplar üçün təqdim olunmuş sualların izahına baxacağıq. 61-ci sualda bizdən soruşur. 13-cü əsrin 30-cu illərin sonu və 50-ci illərin ortaları Azərbaycan tarixi üçün oxşar cəhət. A variantında deyir ki, Əmir Teymurun canişinləri tərəfindən idarə olunması. Burada cavab E variantı olacaq. Tez-tez mənə cavabları deyim, siz qeydinizi götürün uşaqlar. 61-ci sualda E variantıdır. 62-ci sualda 2-ci eradan əvvəl 2-ci min ilin sonlarda Mikena mədəniyyətinin məhv olmasının səbəbi. Burada C variantıdır 2-ci sualda. 63-cü suala baxaq. Deyir, əsası Kəngərli tayfasının başçısı tərəfindən qoyulmuş. Söhbət Kəngərli tayfası getsə, biz tutacağıq ki, söhbət Naxçıvan xanlığından gedir. Deyir, mətndə haqqında bəhs edilən İrəvan xanlığının ümumi cəhətini istəyir bizdən. İrəvanla Naxçıvan ümumi cəhətdir. Deyir, müəyyən müddət Qarabağ xanlığından asılı vəziyyətdə olması. Biz uşaqlar bunu İ-ni, Əg kodu ilə yadımızda saxlayırdıq. Qarabağ xanlığından asılı olan xanlıqlar İrəvanımızdır, D-ni da Naxçıvanımızdır. Deməli, burada oxşarlıq olacaq biri götürəcəyik. Sonra Rusiya ilə Georgievsk müqaviləsi imzalanması. Uşaqlar, Rusiya ilə Georgievsk müqaviləsi imzalayan Quba və Lənkəran xanlığıdır. Ona görə ikinci cavab 2 olanı çıxacağıq. Keçmiş Çuxusat bəyləbəliyin ərazisində yerləşməsi, bəli, cavabımız burada D variantıdır. 4-cü sualına davam edirik. 19-cu əsrin 80-ci illərdə Şimali Azərbaycan iqtisadiyyatı üçün səciyyəvi idi. Bəy və ağalara tüyül torpaqları üzərində tam irsi mülkiyyət hüququnun verilməsi bu 70-ci illərin islahatı ilə əlaqəlidir. Burada C variantıdır. Tağıyev tərəfindən Bakıda toxuculuq fabrikinin açılması. 65-ci sualda Uyğur dövləti ilə 2-ci Türk dövlətinin fərqləndirək deyir. Türk mənşəli sular tərəfindən idarə olunması, fərqləndirilməsi deyir. Burada biri götürməyəcəyik. Çünki bu oxşarlıqdır. Çin üzərinə yürüşlərin edilməsi. Uyğur dövlətini ikinci Göytürk dövlətindən. Uyğur dövləti həm Göytürk, hər ikisi Çinlə mübarizə aparıb. 1 ilə 2 olan variantları çıxacağıq. Əlimizdə qalacaq 3-5. Baxaq B variantına. 9-cu əsrin 40-cı illərdə süqut etməsi. Uyğur dövləti həqiqətən 842-ci ildə süqut eləyəcək. Biri B3-dür və Tibetlərin məğlub edilməsi, bəli. 65-ci sualda B variantıdır. 66-cı sual Azərbaycan Xalq Cümhuriyyətinə aid hadisə və nəticə əlaqələrinin uyğunluğunu müəyyən edim. Məsələ məclisində seçkilər haqqında əsasnamənin qəbul edilməsi, parlamentin fəaliyyətə başlaması. Uşaqlar həqiqətən qəbul edəcəklər əsasnamə, amma yəni ki, bu seçkilər də keçirilməyəcək Sovet işğalından əlaqədar. Yəni, bunun parlamentə aidiyyatı bir olan variantlar getdi. Deyir, Bakının işğaldan azad edilməsi, Milli Şuranın fəaliyyətinin dayandırılması. Xeyr, Bakının azad edilməsi ilə deyir, Milli Şuranın fəaliyyətinin dayandırılması, deməli, Nuru Paşanın gəlməsi ilə, Gəncəyə gəlməsi ilə əlaqədardır. 2 olan variantlar da getdi. Cavabımız olacaq burada A variantı. Tez-tez deyəcəm, qeydinizi götürün. 67-ci sual. Almaniyanın 1926, Türkiyənin isə 1932-ci illər tarixinə aid oxşar cəmiyyət millətlər cəmiyyətinə daxil olması A variantıdır. Doğru cavab. Xəritədə rəqəmlərlə verilən ərazilər üçün doğru fikir istəyir bizdən. 1 İspaniya, 2 Roma, 4 Bizans ərazisi Konstantinopol nəzərdə tutulur. 3 deməli götürəcəyik Afrikanı, 5-i isə götürürük biz. Daha doğrusu 3-ü götürəcəyik Misir ərazisini, 5 Vandal krallığı filan o tərəflərdir. 2-də deyir, Frank hökmdarı Hlodvig tərəfindən işğal olunması. Burada elə aid olmayan fikir deyirsə, burada cavab A variantıdır uşaqlar. Bizans 3-də deyir, bax, Bizans imperiyası üzərində qələbə nəticəsində ərəb qoşunları tərəfindən tutulması. Bəli, Misir tutulubdur. 8-ci əsrdə ərəb qoşunları 711-ci ildə getdi, İspaniyanı tutdu. Bu da var idi. Bizans imperatoru Justinian tərəfindən işğal edilməsi. Deməli, Justinian tərəfindən işğal edilməsi. Bəli, bu da var idi. 4 Bizans imperiyasının paytaxtı olmuşdu. Bəli, var idi. Frank imperatoru Hlodvigin, deməli, İtaliya ərazisinin işğalı yox idi. Burada 68-də cavab A variantı olur. Növbəti sual Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov və Hüseyn xan Naxçıvanskinin bizdə müqayisəsini istəyir. Hüseyn Rusiyanın yeganə müsəlman yavəri olması Hüseyn xan Naxçıvanskidir. 3-ə A gedəcək. Burada bax, Rusiya Çarın yeganə yavərini götürü 3A burada qeyd edək. 1-ci Dünya müharibəsində Rus ordusuna xidmət edilməsi 4-ə ümumiyyətlə B gedəcək. Hamısına oxşardır. Rusiya paytaxtının toplarla müdafiəsi Əliağa Şıxlinskiyə aiddir. 1-ə C gedəcəkdir. İlk Azərbaycanın hərbi təyyarəçi. Bu hərbi təyyarəçimiz bizim Fərux Ağaqaybovdur. Bu heç birisinə getməyəcəkdir. D getdi. Döyüş şücaətinə görə brilyantlarla bəzədilməsi. Bu da əlbəttə ki, gedəcək Səməd bəy Mehmandarova E. Deməli, 1-ə doğru cavabımız oldu C variantı.
C variantı. Növbəti sual 70. İkinci Qarabağ müharibəsi dövrünə aid deyil. Aldadıcı taktika, hava hücumunda müdafiə sisteminin məhv edilməsi A var idi. BMT Təhlükəsizlik Şurasının ölkəmizə qətnaməyi qəbul etməsi bəli. Burada cavabımız B bəndidir. Çünki bunu qoşulmama hərəkatının üzvləri imkan verməyəcəkdir. 71-də 19-cu əsrin ikinci yarısında Şimali Qafqaz və Mərkəzi Asiya tarixinə aid ümumi cəhət hərbi dini dövlətin imaməti mövcud olması bu Şimali Qafqazda Osmanlı dövlətinin tərkibinə daxil edilməsi xeyr, Stolopinin islahatları xeyr, Rusiya dövlət tərəfindən işğalı bəli. Cavabımız burada olacaq. Deməli D variantı. 72-ci sual 20-ci əsrin 20-ci illəri SSR və 20-ci əsrin 50-ci illəri Çin tarixinə aid ümumi cəhət totalitar rejimlərin yaradılması, zoraki kollektivləşdirmənin həyata keçirilməsi 2 uyğundur götürəcəyik. Hərbi kommunizm siyasəti, torpaqların kəndlər arasında bölüşdürülməsi. Burada cavab C variantı olacaqdır. 73-də Böyük Hun dövləti eradan əvvəl 50-ci illərin tarixi üçün səciyyəvidir. Deməli dövlətin ki hissəyə eradan əvvəl 58 doğru cavab E variantıdır. 74-cü sualına davam edirik. 7-ci əsrin 40-cı illəri, yəni 640 və 50-ci illər, yəni 650-ci illərdən söhbət gedir. Xəzər xaqanla deyir, bu fərqli olaraq 40-cı illərdən fərqli olaraq 50-ci illər istəyir. Xəzər xaqanlığı ilə müqavilən imzalaması 40-cı illərdə getdi. Bizans İmperatorluğu İttifaqının yaradılması Bizans bu 50 elə cavabımız B variantı olacaq uşaqlar. Bu 650 deməli 4-cü ildə olmuşdur. B variantıdır burada cavab. 75-ci sual xəritədə ərazi ulduzla qeyd olunmuş ərazi haqqında məlumat istəyir. Söhbət Kəlbəcər rayonundan gedir. Ərazidə paleolit dövrünə aid abidə əlbəttə ki azıqmaq arasıdır. Bir götürəcəyik. 8 noyabr 2020-də Azərbaycan ordusu tərəfindən düşməndən azad edilməsi. Bu Şuşa ərazisidir. 2 olan variantları avtomatik silirik. 1 olanlara baxacağıq. Ya C'dir, ya D'dir. 4-ə baxaq. Ərazində erkən Tunç dövrünə Sərkərtəpə abidəsinin yerləşməsi. Sərkərtəpə abidəsi bu Xaçmaz tərəfdədir. 4 olan da gedəcək. Cavab 1-5 C variantıdır. Bəli, 25 noyabr düşməndən azad edilmişdir. 76-cı 1500-cü ildə Caban adlı yerdə baş verən döyüşdə Şirvanşah Fərrux Yasanın qoşununun məğlubiyyəti uğradıldı. Səfəvi qoşunu bu döyüşdən sonra Şamaxını 1501-in yazında Bakını tutdu. Gülüstan qalasını mühasirə aldı. Bu zaman Ağqoyunlar şimala doğru yürüşə başladı. Verilən prosesin nəticəsində Səfəvilər dövləti Xorasanı geri qaytardı. A variantı deyil. Azərbaycan torpaqların vahid dövlətin tərkibində birləşdirilməsi başa çatdı. Xeyr. Şirvanşahlar dövləti süqut uğradı. Xeyr. Əlvənd padşahla Səfəvilər arasında döyüş baş verdi. Osmanlı sultanı birinci. Burada cavab D variantı. 76-da düzgün cavab D variantıdır. 77-ci sualına davam edirik. Deyir, Azərbaycanda xilafət dövründə vergilər təbii ki xəracla burada olacaqdır. Cizya cavab A variantıdır. 78-də Heydər Əliyevin birinci prezidentliyi dövrü 1993-1998-ci illərdən söhbət gedir. Milli valyuta 1992-də bir olan cavabları avtomatik silirik. Sonra strateji əhəmiyyətli Hadrut 1994-cü ildədir. Uşaqlar bunu götürəcək. 2 doğru cavabdır. Torpaq islahatı haqqında qanun 1996-cı ildir. Bunu da götürəcəyik. Cavabımız 2-3 B variantıdır. Deməli, Roma sərkərdəsi Pompeyin Albaniya hücum etməkdə əsas məqsədi. Burada cavab B variantı olacaqdır. Doğrudur. Deməli, Hindistanla Qara dəniz sahillərini birləşdirən ticarət yolunu ələ keçirməkdən söhbət gedirdi. 80-ci sualına davam edirik. Eldənizlər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvanın fəaliyyətinə aid deyil. Cavabımız E variantıdır. Çünki sultan titulunu qəbul edən Qızıl Arslan olmuşdu 1191-də. 81-ci sual. Hadisələrdən hansıların yerini dəyişdikdə düzgün xronoloji ardıcılıq alınır. Pişvərinin milli hökumətini yaratması 1945-ci ildə olmuşdur. Xiyabani milli hökuməti yaratması 1920-ci ildə olmuşdur. İlk dəfə olaraq Azərbaycanda açıq dənizə neftin çıxardılması 1949-cu ildə idi. SSR-də konstitusiyasının dövlət dili elan olması 1956-cı ildə düzəliş edilmişdir. Burada uşaqlar 1 ilə 2-ni yerini dəyişsək düzgün cavab alınır. Cavabımız 81-də D variantı olacaq. 82 sualına davam edirik. 16-cı əsrin ikinci yarısı Osmanlı dövləti üçün səciyyəvi idi. Deməli, Səfəvi dövləti ilə yeni müharibənin başlaması, bəli, bu söhbət 2-ci Səfəvi Osmanlı müharibəsindən söhbət gedir 1578-1590-cı illər. Cavabımız 82-də A variantıdır. 83-cü sualdan davam edək. Bir xronoloji ardıcıllıq. Paytaxtın Bakı, Şirvanşahların paytaxtı Bakıya köçürülməsi 1192-ci ildədir. Böyük Səlcuq dövlətinin paytaxtının Reyə köçürülməsi 1043-cü ildədir. Teymurlər dövlətinin paytaxtının Herata köçürülməsi 1447-ci ildədir. Osmanlılar dövlətinin paytaxtının Bursa şəhərinə köçürülməsi Bursa şəhəri 1326.
Əstəğfurullah, düzgün deyək. 1326-cı ildə. Xronoloji ardıcılıq istəyirsə birinci 1 gələcək, birinci 2 1 sonra 4 3 2 1 4 3 düzgün cavabımızdır 83-cü sualda. Sonra 84-cü sualda deyir 1711-də Prut çayı sahilində sülh müqaviləsinin imzalaması Rusiya Azov qalasını Osmanlı dövlətinə qaytardı. Düzdür. Biri götürəcəyik. 1783-də Parisdə sülh müqaviləsinin imzalası İngiltərə ABŞ-ın müstəqilini tanıdı. Bəli, 2-ni də götürəcəyik. Nesbi döyüşün baş verməsi ABŞ istiqlaliyyət bəyannaməsi qəbul etdi. Xeyr, bunun İngiltərə tarixi ilə əlaqəsi var. İkinci Yekaterinanın hakimiyyəti gəlməsi Rusiyada mütləqiyyət quruluşu zəiflədi. Xeyr, əksinə güclənəcək. 17-ci əsrdə 30 illik müharibənin baş verməsi Qərbi Avropada üstünlük İspaniyadan Fransaya keçəcək. Tamamilə doğrudur. 84-cü sualda cavabımız 1 2 5 olacaqdır. 85-ci sual. Rəvadilər dövlətinin Şirvanşahlar dövləti ilə oxşar, Salarilər dövləti ilə fərqli xüsusiyyətlərini müəyyən edin. Rəvadinin Şirvanşahların oxşarlığının Salarindən fərqini istəyir. Ərəb mənşəli sülalə tərəfindən idarə edilməsi. Rəvadi də ərəb idi, Şirvanşahlar da ərəb idi, Salari ərəb deyil. Biri götürəcəyik uşaqlar, bir doğrudur. Böyük Səlcuq dövlətinə asılı olmuşdur. Rəvadilərin Şirvanşahların oxşarı, bəli, asılı olubdur. Salarilərdə belə fikir demirik. Slavyanların hücumlarına məruz qalması oxşardır. Dəbləminin özünə birləşdirməsi xeyr. Cavabımız 1 2-dir. 86-cı sual. Neolit və Neolit dövrünə aid oxşar cəhət əkinçilikdən toxadan istifadə. Biri götürəcəyik uşaqlar. İlkin şəhər mərkəzlərinin meydana gəlməsi xeyr. Sazlı qabların hazırlanması bəli. Sürü suvarma sistemindən istifadə edilməsi tunç dövrüdür xeyr. Təsərrüfatda daş alətlərdən istifadə bəli. Cavabımız 1 2 5-dir. 86-cı sualda. 87-ci sualda bizdə Otluq beli döyüşünə Mərv döyüşü haqqında məlumat istəyir uyğunluq. Osmanlı dövləti Otluq beli döyüşündə Osmanlı dövləti var idi. Anı götürürük. Osmanlı dövləti, Qaraqoyunlu dövləti. Qaraqoyunlu dövləti Otluq belində nə gəzirdi? Bəy getdi işinə. Səfəvi dövləti Otluq beli döyüşü yox, Mərvdə var idi 1510. Deməli C gedəcək 2-yə. Ağqoyunlu dövləti Otluq belində var idi. D-də gedəcəkdi. Cəlalilər dövləti heç birində yoxdur. Biri A-dır, 2-yə C. Situasiya ilə davam edəkdir. Bizə belə bir situasiya verilibdir. Bu mətni oxumuram. 88-ci sualda deyir, mənbədə haqqında bəhs edilən qərarın qəbul edilməsinə kəskin etiraz edən parlament üzvləri. Burada uşaqlar biz Rəsulzadənin də adını yaza bilərik. Rüstəm Bəyovun da adını yaza bilərik. 89-cu sual deyir ki, haqqında bəhs edilən partiya hakimiyyətin təhvil verilməsi zamanı qoyulan şərt. Burada yaza bilərdiniz ki, dövlət müstəqilliyinin saxlanılması haqqında şərt idi də. 90-da haqqında bəhs edilən hücum ərəfəsində Azərbaycan Xalq Cümhuriyyətində baş verən siyasi böhranın daha da dərinləşməsinin ki, daxili səbəbini yazın. Bir səbəb kimi uşaqlar yaza bilərdiniz ki, 6-cı hökumət kabinəsinin yaranmasının gecikməsi də siyasi böhranların əsas səbəbi hökumət kabinəsinin yaranmamasıdır. Digər səbəbi də AKP-nin Komünist Bolşevik Partiyasının yaradılmasının fəaliyyətini götürə bilərdik ki, bunlar da siyasi böhranların dərinləşməsinə səbəb olan hadisələrdən idi. Sağ olun uşaqlar, hər birinizə uğurlar arzulayıram. İnşallah ki, hər birinizin yığdığınız ballar ürəyinizcə olar. Hər biriniz istədiyiniz universitetə, istədiyiniz ixtisas üzrə qəbul olarsınız. Biz müəllimlərin və valideynlərin ən böyük arzusu bunlardır. Sağ olun, özünüzdə müğayət olun.